Herkese salam. Bu günləri 8'lik və 16'lıq say sistemindən 2'lik say sisteminə çox rahat üsulla keçməyi sizə öyrədəcəm. Bu zaman mən 4-2-1 qaydasından istifadə edirəm və hər hansı bir rəqəm götürək. 6-5, 8'lik say sistemində 6'nı əldə etmək üçün də 4 ilə 2'nin cəmindən istifadə edirəm. Bu zaman istifadə elədiyim rəqəmlərə 1 qeyd edəcəm. İstifadə etmədiyimə isə 0 qeyd edəcəm. Bu məndə 6 alındı. 5'i əldə etmək üçün 4 və 1'dən istifadə edir. Yəni 4 plus 1 mənə 5'i verir. Bu zaman bura 4'ə 1 qeyd edirəm. 2'dən istifadə etmədim. Bura 0 qeyd edirəm. 1'dən istifadə etdim. Bura 1 qeyd edirəm. Bu mənə 5'i verdi və ardıcıl olaraq hər rəqəmin altından öz aldığı dəyəri qeyd edirəm. 1, 0, 1. Bu da məndə ikilik say sistemində olan ədəd. Daha sonra hər hansı bir rəqəm götürək. 7 və 3. 8'lik say sistemində. Yine 4-2-1 qaydasıyla 7'ni əldə etmək üçün mən 4'ün üstünə 2, 6, 6'nın üstünə 1 mənə 7 verir. Yəni bütün ədədlərdən istifadə edəcəm. Bu zaman bura 1, 1, 1 mənə 7'ni verir. 3'ü əldə etmək üçün isə 2 və 1'in cəmindən istifadə edəcəm. Bu zaman 2'yə 1, 1'ə 1 qeyd edirəm. İstifadə etmədiyimə isə 0 qeyd edəcəm. Ardıcıl şəkildə mən bunları qeyd etməliyəm. 1, 1, 1 və 0, 1, 1. Bu da məndə 8'likdən 2'liyə rahat üsulla keçmə qaydası. Daha sonra gəlin 16'lıq say sisteminə, 2'lik say sisteminə keçməyə baxaq. O zaman 8, 4, 2, 1 qaydasından istifadə edəcəm. Və məsələn yazıram A 9. 16'lıq say sistemindədir. A'nın dəyəri bizdə 10'dur. Və onu əldə etmək üçün, yəni A'nı əldə etmək üçün mən nədən istifadə edirəm? 8 və 2'nin cəmi mənə 10 verdiyim üçün 8'ə 1 qeyd edəcəm. 4'dən istifadə etmədim. 0 qeyd edəcəm. 2'dən istifadə etdiyimə görə bura 1 qeyd edəcəm və 1'dən istifadə etmədiyimə görə bura 0 qeyd edəcəm. Və bu məndə A dəyəridir. 9'u əldə etmək üçün 8'dən və 1'dən istifadə edirəm. 8 plus 1 mənə 9'u verir. Bu zaman bura 1 qeyd edirəm. 4'ə 0, 2'yə də 0 istifadə etmədim. 1'dən istifadə etdiyimə görə burada 1 qeyd edəcəm. Bu da mənə 9'u verdi. Ardıcıl olaraq birinci A dəyərim, aldığım dəyəri yazıram. 1, 0, 1, 0. Daha sonra 9'un dəyərini yazıram. 1, 0, 0, 1. Bu da 16'lıqdan 2'liyə keçmə qaydası. Hər hansı bir başqa bir rəqəm götürək. Məsələn götürək F5. F5 16'lıq say sistemindən 2'liyə keçdikdə F'i almaq üçün 8'in üzərinə 4 gələrəm. 12, 12'nin üzərinə 2, 14 və 1, 15 elədi. Bu zaman belə çıxır ki, bütün dəyərlərini mən 1 qeyd edəcəm. Bu zaman bu F bildiyimiz kimi 15 dəyəridir. Daha sonra 5'i almaq üçün mən nədən istifadə edirəm? 4'dən və 1'dən istifadə edirəm. Bura 1 qeyd edəcəm. 4 hissəsinə, 1 hissəsinə 1'i qeyd edəcəm. Dəyərə digərlərinə istifadə etmədim. Bura 0 qeyd edəcəm. Bu da məndə 5 dəyərini vermiş oldu. Yəni ardıcıl olaraq mən bunları qeyd eləsəm. F'ə 1, 1, 1, 1. 5'ə isə 0, 1, 0, 1. Bu da məndə 16'lıq say sisteminə, 2'lik say sisteminə keçmək üçün rahat bir üsuldur. Daha sonra mən sizə digər videoda 2'lik say sistemindən 8'lik və 16'lıq say sisteminə necə keçilir onu öyrədəcəm.